Hamımızın intiharı. Əvvəllər insanlar təbiətin gücündən qorxurdular. Zəlzələdən, tufandan, yanğından, vəbadan, taun xəstəliyindən əndişə keçirirdilər. O zaman ölümlər bədəni aparırdı, ruh salamat qalırdı. Bugün isə ölüm ruhdan başlayır. Öncə baxışlardan, sükutdan, münasibətlərdən, hisslərdən keçir. Bugünün vəbası nə təbiət qorxusu, nə qara ölüm, nə taun, nə çiçək xəstəliyidir. Bugünün vəbası ekran alüdəçiliyidir. Telefon vəbasıdır. Əlimizdəki bu zəka qutuları bizi insanlardan çıxaran, insanlıqdan çıxaran ağılsızlıqların mərkəzi olur. Hamı yoluxub, xəbərsizlik. Adam yol keçir, elə bil parkdadır. Özünü maşının altına atır, xəbəri olmur. Çünki o ətrafı deyil, ekranı izləyir. İnsanlar artıq baxmır, skrin edir. Söhbət etmir, paylaşım edir, hiss etmir, bəyənir. Sevgi də, nifrət də, dua da, nalə də ekrandadır. Ata telefona baxır, ana telefona baxır, uşaq telefonda doğulur. Daha insani münasibət yoxdur, mobil münasibət var. Uşaq ağlayır, ana ona ekran uzadır. Dərd var, dostuna yox, statusuna yazır. Toy var, oynamaq yox, story atmaq daha vacibdir. Ölüm var, yasda deyil, meyidin yanında selfidədir. Bu sözləri əməkdar jurnalist Elşad Eyvazlı qeyd eləyib və ardını da təqdim eləyirəm. Telefon artıq yeni dindir. Dua bildirişi olub. Sevgi görünüb görünməmə olub. Əlaqə oxundu və cavab vermədi olub. Uşaqla böyüyün dialoqu emojidir. Arzular yox olur, yuxular ekran işığında çürüyür, vecsizlik hakim kəsilir. Biz artıq telefon istifadəçisi yox, telefonun məhsuluyuq. Telefon bizi idarə edir, düşüncəmizi, hissimizi, gündəmimizi o seçir. O nəyi göstərirsə, biz onu danışırıq. O nəyi gizlədirsə, biz onu unuduruq. Sirrimiz də ondadır, açığımız da. Ev yoxdur, konum nöqtəsi var. Artıq ailə söhbəti yoxdur. Evdə hamı bir otaqdadır, amma bir-birindən uzaqdadılar. Hamı fərqli ekrana baxır. Qucaqlaşmaq yox, reaksiya göndərmək var. Göz-gözə baxmaq yox, kamera linzasından keçmək var. Həyat bir bildiriş qədər oldu. Bir şəkil qədər, bir filtr qədər. Ən dəhşətlisi bu halı normal sayırıq. Çünki hamı eyni xəstəliyin içindədir. Kimsə digəri ilə müqayisədə sağlam deyil, hər kəs yoluxub, susub, davam eləyir. İnsanlardan, insanlıqdan robotluğa. Bizi texnologiya öldürmür, bizi hiss etməmək öldürür. Texnologiya insanı gücləndirməlidir, amma biz onun köləsinə çevrilirik. Sosial mediada dostların sayı artdıqca insan daha çox tənhalaşır. Telefonlar smart olur, insanlar hissini itirir. İnformasiya boldu, amma məlumatsızlıq, əlaqə var, ünsiyyət yoxdur. Təsəvvür edirsinizmi? Yaşayışımızı, yaşantımızı, bəli, bu artıq sadəcə bir vərdiş deyil, modern insanlığın kütləvi intiharıdır. Son sual, xilas yolu varmı? Bəlkə də ola bilər, amma əvvəlcə xəstəliyi etiraf etməliyik, əvvəlcə başa düşməliyik ki, bir-birimizi yox, ekranla yaşamağa başlamışıq. İnsan olmaq üçün yenidən qulaq asmaq, danışmaq, susmaq, toxunmaq lazımdır. İnsan olmaq üçün Wi-Fi yox, ruh gərəkdir. İnsan olmaq üçün şarj yox, hiss gərəkdir. Əks halda bir gün tarix kitablarından bilirsiniz nə yazılacaq? Yazılacaq ki, onlar bir vaxtlar hiss edirdilər. Sonra telefon gəldi və bütün insanlıq bir toxunma olmadan susaraq silindi. İnsanlar könüllü olaraq yox oldular, deyir əməkdar jurnalist, Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı. Bəli, bizim telefona nə qədər alüdəçiliyimiz və telefona nə qədər bağlı olduğumuzu çox gözəl fikirlərlə izah etmişdi, hiss etdirmişdi, həm də çatdırmışdı Elşad Eyvazlı. Bu oxuduğum bir də onu deməyə əsas verir ki, bundan öncə şəhid anası ilə bağlı videodan danışdıq, şəhid anasının açıqlamasını verdik. Əslində səbəb nə idi? Kənardan birisinin çəkməyi idi. Yenə də
Telefonun içindəydikmi? Yenə də telefonun ekranından mı baxırdıq? Amma həmin şəxs telefonun ekranından baxmayıb, öz gözünün bəbəyindən baxsaydı hadisəyə, o zaman onu işıqlandırmayacaqdı, o zaman onu paylaşmayacaqdı. Ananı saxlayacaqdı, gözəl anam. Sən axı Vüqar kimi oğlun anasısan. Dastan yazan şəhidlərimizdən, qəhrəmanlarımızdan biridir. Bəli, problem ondaydı ki, o telefon kamerasından baxırdı. Telefon kamerasından ölüm də xoş görünür. Telefon kamerasından söyüş də tərif kimi görünür. Telefon kamerasından təhqir də tərif kimi görünür. Oradan fərqli görünür. Çünki düşünürsən ki, bunu çəkəcəm, paylaşacağım, nə gözəl. Hər kəs bu görüntüdən danışacaq. Hər kəs bu görüntünü şərh eləyəcək. Demək ki, bu məsələdə də insan ola bilmədi. Bizim problemimiz telefondur, bəli. Telefon insanlığımızı öldürür. Baxın, insanlar az qala intim həyatlarına belə telefonun gözü ilə baxırlar, sonra onun paylaşımını eləyirlər. Bir neçə gün bundan öncə iş adamı Emin Hüseynovla bağlı. Xatırlayırsınızsa, burada şərh vermişdim, danışmışdım. Emin Hüseynov zəng vurdu mənə. Mütəmadi qızlarla gündəmə gələn birisidir, iş adamıdır, zəng vurdu. Səidə xan, bəs siz mənə niyə təhqir eləyirsiniz? Deyirəm, mən heç kimi təhqir eləməmişəm, üzr istəyirəm, siz kimsiz? Emindir danışan. Artıq xatırlamıram ki, kimdən bağlı danışır. Deyirəm, Emin kimdir? Deyir, o qızlarla gündəmə gələn deyirsiniz, o Emin. Deyirəm ki, hə, niyə belə eləyirsən, ay atam, nə olub sənin, nə problem var? Bilirsiniz necə, o özgüvən məsələsi var da, insanın özgüvəni olmayanda. Məsələn də imkanlı şəxslər var ki, əslində başqaları onlara həsəd aparır ki, kaş ki onda olan imkan məndə olardı da. Amma o qədər özgüvən aşağıdır. Məsələn, onlar nə ilə gündəm olurlar? Ətrafında gözəl qadınlarla gündəm olurlar. Onlar nə ilə gündəm olurlar? Onlar bahalı maşınlardan gündəm olurlar. Onlar özlərini necə xoşbəxt hiss edirlər? Bahalı maşından düşəndə hansısa sürücü buna qapını açanda, məsələn də, indi bunu bir misal kimi çəkirəm. Və yaxud da ki, oturduğu masa ətrafında, yanında gözəl xanımlar oturanda özgüvəni artır. Deyəcəklər, filan kəsəbə filan gözəl xanımlarına. Yəni, özünü, belə deyək də, bu dünyanın cənnətində hiss eləyir. Amma bir kişi gerçəkdən də sevdiyi, həyatında olan və yaxud da ki, bilmirəm, dəyər verdiyi xanımla sosial şəbəkədə gündəm olmaq istəyərmi? Yox, o kişinin mütləq mənada psixoloji problemi var. Buna başqa bir ad deməzsən. Və bu da kiminsə təhqir olunması demək deyil. Yox, mən tənqid eləyirəm. Amma bizə maraqlı deyil ki, siz bağlı qapılar arxasında nə edirsiniz? Amma siz bütün günü sosial şəbəkələrdəsiz və adam iyrənir də. Yəni, niyə belə olmalıdır? Niyə bugün məsələn deyirəm də biz Emin Hüseynovun çox üzr istəyirəm ifadəmə görə. Amma görüşdüyü həyatında olan qadınlar tanımalıyıq ki biz. Kişi dediyin ulğum məsələsi deyildi Səidə xanım. Orada demişsiniz ki, kişinin ulğumu olar. Mənim ulğumum var da. Dedim, ulğumlu kişi sevişdiyi qızın şəklini sosial şəbəkədə paylaşmır. Və yaxud da ki, ona necəsə əl uzadıb, onu paylaşmaz, onunla da qürrələnməz. Valla bu ulğum deyil, inciməyin məndən. Sosial şəbəkə bilirsiniz necədir? Burada biz seçə bilmirik axı ki, bu video 5 şəxs üçün məsələn özəl açıqdır. Tutaq ki, deyə biz bunu TikTokda paylaşırıqsa, nə qədər kütlə baxır buna? Mənim son 1 aylıq paylaşımlarım var ki, 3 gündən 1 milyondan yuxarı izlənən videom var mənim. Məsələn deyirəm də, mən bunu 100 nəfər üçün paylaşım etmirəm və ya da ki, 100 nəfər üçün danışmıram. Yəni, bizim məqsədimiz nədir? Bizim cəmiyyətimiz öz sambalını qorusun, saxlasın. Bugün artıq, məsələn deyirəm, açıq-saçıq qızları görmək üçün, hansısa bir dırnaq arası fəaliyyətdə olmalarını izləmək üçün Targova deyilən küçəyə, Nizami küçəsinə getməyə nəyə ehtiyac var ki? Nizami küçəsi TikTok sosial şəbəkəsi, Nizami küçəsi Instagram sosial şəbəkəsi. Hələ ondan da ötədir deyə bilərəm. Çox biabırçılıqdır. Və bəzən belə yanaşma da sərgiləyənlər var. Sən nə evə lazımdır, kim necə geyinir? Sən nə evə lazımdır, kim necə danışır məsələn? Amma bizim evimizin içinə gəlir axı. Mən necə ki sizin evinizin içinə gedirəm, sizin də paylaşımınız mənim evimin içinə gəlir.